Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Demək olar ki, dünyanın ölkə və dövlət başçılarının böyük əksəriyyəti ABŞ-ın hətta 3-cü və 4-cü məmuru ilə salamlaşmağı özünə böyük fəxr hesab etdiyi halda İran İslam İnqilabının ali dini lideri Ayətullah Seyyid Mustafa Xamneyi cənabları ABŞ-ın atəşkəs təklifini rədd edib və böyük və əzəmətli rəhbər qisas hissinin İrana qarşı ABŞ-ın cinayətləri ilə bağlı ciddi şəkildə deməli qisas alacaqlarını və konkret tələblər ortada var ki, ABŞ İranda törətdiyi o hadisələrlə bağlı konkret kompensasiya ödəməlidir və eyni zamanda regionuna bütün bazalarını deaktiv etməlidir. Ya bunu özü edəcək, ya da ki, İran bunu zorla buna nail olacaq. Belə bir bəyanat ortadadır, belə bir mövqe ortadadır. Reuters bu barədə məlumat yayıb, dünya şöhrətli bir media orqanıdır və Tehrana müxtəlif vasitələrlə 3-cü, 4-cü ölkələrin vasitələri ilə atəşkəs danışıqları aparmaqla bağlı təkliflər göndərilir. Bu təkliflərin biri də bu günlər reallaşıb və dediyim kimi ali dini lider bu təklifləri rədd edib. Əslində bu hal deməli İran İslam Respublikasının İslam İnqilabının izzətli haqq yolda yürüdüyünü bir daha sübut edir. Biz bütün siyasi prosesləri, beynəlxalq münasibətləri kənara qoysaq, rasional düşüncə ilə bu məsələyə yanaşsaq, görəcəyik ki, həqiqətən deməli ABŞ-ın əsgərinə belə gözün üstə qaşın var deyə bilməyən bir dövrdə İran İslam Respublikası ABŞ-la bağlı sərt mövqeyini yürüdür və heç bir halda ABŞ-ın tələblərinə boyun əyməyəcəyini bir daha sübut edir, ortaya qoyur. Bu əslində çox böyük bir qəhrəmanlıqdır. Tarix bu barədə çox böyük salnamələr yazacaq, çox İran haqqında, İranın qəhrəmanlığı haqqında çox böyük deməli faktlar ortaya qoyacaq. Nə yazıqlar ki, bugün günümüzün bəzi Epstein koalisiyasına üzv olanlar bu həqiqətlərin tirajlanmasına hələ ki deməli məhdudiyyət yaradırlar. O qədər də imkan vermirlər. Əziz izləyicilər, yeri gəlmişkən mən Amerika Birləşmiş Ştatlarının və işğalçı rejimin deməli bu İrana qarşı hücumun nəticəsində sıxışıb qaldığı haqqında da bir neçə cümlə demək istəyirəm. Dünən 16 mart 2026-cı il tarixdə Donald Trump NATO ölkələrini təhdid etdi və onlara dedi ki, əgər siz ABŞ-ı bu deməli müharibədə tək qoysunuz, təqribən məzmun belə idi, sizin üçün çox ağır olacaq. Zaten Trump'ın hakimiyyətə gəldiyi dövrdən sonra Kanadanı 52-ci ştat kimi deməli edəcək mövzusunu gündəmə gətirdi. Sonra Qırlandiya mövzusu gündəmdə idi. Avropa ilə, Danimarka ilə bu mövzu müharibə həddinə qədər inkişaf eləmişdi. Və zaten Avropa ölkələri ilə Trump, Avropa ölkələri ilə Amerikanın arasında böyük bir sədd çəkmişdi. Hörmüz boğazında da NATO ölkələrini Hörmüz boğazına cəlb edib, orada bir koalisiya yaradıb, onları müharibəyə cəlb etmək istəyir və çox normal bir haldır ki, xüsusən Avropa ölkələri, Almaniya, Fransa, sonra İspaniya ilk olaraq və digər Avropa ölkələri, bunlar həm də bir mənalı olaraq həm də NATO üzv ölkələrdir, əksəriyyəti. Bunlar ABŞ-ın deməli bu müharibənin
ABŞ-a aid olduğu, ABŞ başlatdığını və bunların bu müharibəyə heç bir əlaqələrinin olmadığını elan edirlər. İran da hərb sahəsində necə izzətlə, əzəmətlə deməli müharibəni aparırsa, öz ölkəsini qoruyursa, diplomatik sahələrdə də demək olar ki, çox böyük ustalıq nümayiş etdirir və Hörmüz məsələsində də İran konkret şərt qoydu ki, biz ancaq ABŞ və İsrail bizim düşmənimiz bunlardır və bir də bunlara kim müttəfiqlik edərsə bunlarla və bunların yanında olarsa, bizə hücum planlarında qatılarlarsa biz onları da vuracağıq, onlarla da düşmənçilik aparacağıq. Yəni Avropa olsun, digər ölkələr olsun, Asiya ölkələri olsun ki, bu günlərdə hətta Hörmüz boğazına deməli hərbi kontingent gətirməkdə Japoniya da artıq imtina etdi. Bir çox böyük ölkələr, nüfuzlu ölkələr ABŞ-ın təkidi ilə onlar ki, müharibəyə cəlb edilmək istəyirdilər. Onlar ABŞ-ın hiyləsini başa düşdülər və geri çəkilirlər. İranın diplomatiyası nəticəsində həm də bu geri çəkilmələr baş verir. Ümid edirik ki, İranın həm hərb sahəsində, həm diplomatiya deməli koridorlarında İranın üstünlüyü günbəgün, addım-addım artacaq. İşğalçı rejim deməli öz layiqli cəzasını alacaq və illərdir ABŞ hegemoniyasının artıq bu sonudur. Bizim deməli proqnozumuz bundan ibarətdir ki, bu müharibənin nəticəsində ABŞ hegemoniyası sona çatacaq və ABŞ-ın artıq görürsünüz ki, müttəfiqləri, ABŞ-ın deməli yanında olan ölkələr ki, bu vaxta qədər bunlar digər məsələn hücum etdikləri ölkələrdə bu NATO-nun üzvlərini, Avropa ölkələrini və sair bəzilərini öz yanlarında götürə biliblər. Amma İrana deməli hücum məsələsində, işğalçı hücum mövzusunda bu ölkələr artıq ayılıblar və İranın rahat loxma olmadığını, asan loxma olmadığını anlayıblar. Ona görə də bunlar geri çəkilməyə, haqlı olaraq geri çəkilmək qərarı veriblər. Bunun nəticəsi də ABŞ-ın təklənərək regiondan rədd olub getməsi və ABŞ deməli əfsanəsinin bu günə qədər illərdir iqtisadi baxımdan, siyasi baxımdan, digər sahələrdə ABŞ bütün demək olar ki, gücü ilə ölkələrə diktə edirdi. Amma İran inşallah ABŞ-ın bu təkəbbürünü yaxın günlərdə sındıracaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.